Hər kəsi salamlayıram əziz dostlar. Necəsiz? YouTube kanalıma xoş gəlmisiniz. Artıq videolarda səsli danışacağam ki, daha rahat olaq. Yəni fikir verdim ki, səssiz videolar daha pis olur. Ona görə dedim səsli şəkildə olaq. Bilirsiniz ki, Minecraft Mobile serisindəyik və artıq 3-cü bölümdəyik. Dostlar, gördüyünüz kimi burada tarlamız var, amma mən bu gün bu bölümdə ancaq maden etməyi fikirləşirəm. Düzdür, sıxıcı ola bilər, amma neyniyə məcbur etməliyik. Yəni mütləq olmalı da, yəni. Bunları alaq, biz kömür eləməliyik. Yeməyimiz var. Aha, 8 dənə də bundan bu qədər bəs eləyir. Gedək evimizə. Keçən bölüm Starter House, yəni başlanğıc evini etmişdik. Gördüyünüz kimi bu dizayn mənim öz şəxsi dizaynımdır. Heç bir yerdə mənim kanalımdan başqa hələ ki tapa bilməzsiniz. Yəni bu sırf mənim özümün düzəltdiyim dizayn bir şeydir, yəni. Bu şəkildə zombilər falan görürsünüz. Zombini öldürə bilərik. Orada kömürlər hazır olan qədər. Bu zombini də öldürdük. Artıq 18 səviyyəmiz var. Mən dəmir set olmaq istəyirəm bugün. Çünki oyunda 33-cü gündəyik və ancaq yapı inşa etmişik. Bu boyda tarlamız olub, evimiz olub. Sonra bu çiftliğimiz olub. Yekə ladin ağacları falan var. Onları başım buraxın. İndi isə nə edirik? Əşyalarımızı boşaldırıq. Əlimizdən gələn qədər daha az əşya götürməliyik ki, əlimizdə daş qazarkən çətinlik çəkməyək. Ona görə əlimdə olan əşyaların 70%-ni atıram bura. Bu köçdür falandır. Bu belə xırda-xırda işləri atdım belə. Dəmir balta. Baltaya ehtiyac olmayacaq. Çünki neysə bu baltanı ataq bura. Özümüzə təzə bir daş qılınc eləyərik. Bunu ataq bura. Buna ehtiyac yoxdur. Tamam, bu daş qazma qala bilər. Bu yeməklər də burada qalsın. Ladin ağacını qoyuram bura. 11 dənə zümrüd dəyərli bir şeydir. Çünki birazdan biz odunculuq falan belə işlərə qarışacağıq. Odunculuq deyirəm, üzrlü sayın. Böyük işlərinə girişəcəyik. O işlərdə bizə lazım olacaq. Deməli, buradan bayağı bir çubuq əldə elədim. Bunlarla nə edəcəm? Burada bayağı qazma eləyəcəm. Zaten qazma üçün şeylərimiz var. Gəldik, 3 dənə taxtamız qaldı. Görək. Bura bir şeylər qoymuşdum. Deyəsən buradaydı. 6 dənə kömür var. Kömür bəs eləyərmi? Bu sual məni biraz maraqlandırdı. Məncə eləyər, eləməsə zaten üstümüzdə. Görək nə qədər meşale olur. 24 dənə meşale. Bir dəqiqə. Buradan bunları alıram. Zaten biraz deyəndə bir dənə 4 dənə də eləyə bilərik. Məncə bu qədər bəs eləyir. Artıq madenə düşə bilərik. Maden girişi. Çox qəşəng sual. Maden girişi hardan eləyək? Buradan ola bilər əslində. Ya da ki buradan bir yerdən. Məncə bura yaxşı deyil. Hazır bu oyun açmışkən buradan giriş eləyək. Hələ ki bir qazacam. Heç nə olmaz. Onsuz odunumuz boldu. Bu şəkildə daxil olsaq içəri məncə pis olmaz. Bu şəkildə 26-cı qatlara kimi düşməyi fikirləşirəm. Soruşun nəyə görə? Çünki mənim fikrimcə dəmir ən çox 26-cı qatlarda çıxır. Yəni ona görə 26-cı qatı düşmək mənim üçün daha əlverişli olacağını düşünürəm. İlk meşalemizi qoyuruq. Meşale bizə baya lazım olacaq. Ümid edirəm ki, nə çıxacaq? Kömür də çıxacaq məncə. Dəmir qazandı. Çünki 26-cı qatlar, yəni kömürün çıxması üçün ideal qatlardan biridir. Bu arada dostlar, videonu bəyənib kanala abunə olmağı da unutmayın. İnşallah ki, videolarımızın davamı gələcək. Bu şəkildə düşürük. Məncə oyuna qurduğum ayarlar möhtəşəmdir. Bu daşlardan da istifadə eləyəcəyik.
Ona görə buramı bağlamayacağım. Bu daşlardan lazım olduqca gəlib götürərik də. Zaten fərqli daşlar işlətməyi xoşlayıram mən oyunda. Torpaq çıxdı. Torpağı kazmamızı qoymuşuq heç nə olmaz. Kazma deyirəm, kürək. Lapatka deyək Azərbaycan dilində. Nə qədər torpaq çıxdı. 43-cü qatdayıq hələ. Çox işimiz var bizim. Çox işimiz var. Deylə hazır şəkildə baxın bu şəkildə. Hələ də ki heç bir madənə rast gəlməmişik. Amma bayağı daşımız falan var yəni. Bu daşları mən hara yığacam bilmirəm. Görə nə qədər daş yığmışıq. Artıq 2 stekə yaxın daş var. Bu şəkildə. Andezit falan. Bu cür daşlar da gəlməyə başladı. Dəmir set olub. Elmas setlə 1-2 bölmə olar düşünürəm. Yəni bu bölümdə hədəf dəmir setdə. Hələ ki dəmir setlə idarə edərik. Sandıq odası tikəcəyik falan gələn bölüm yəni. Spoilerını da indidən verdim. Yəni maraqlı tikillər olacaq. Mən düşünürəm ki bu oyunu qutarsaq belə biraz da olsa yapı edə bilərik. Məncə yapı ilə çox qəşəng. Yəni şəhər qurarıq da, yəni qısaca özümüzə. Bu şəkildə baxın, qaza düşürük. Zəhrimar gəldi. Buradan belə davam edəcəm. Çünki bunları qazmaqdan vaxt itkisi olacaq. Ancaq 21-ci qatdayıq. Bir dəqiqə mən söhbət etdikcə başım qarışır. 26-cı qat baxın buradır. Boş-boşuna düşdük aşağı. Heç nə olmaz. Zaten 21 dənə hələ ki nəyimiz var? Meşalemiz var. Buradan bu şəkildə düşür aşağı. Görək nə edirik. İnşallah dəmir tapa bilərik. Biraz meşalədə çətinlik çəkəcəyik meşaləyə görə. Çünki qabağımızı görməliyik, nə qazırıq, nə edirik. Bunları görməliyik. Görək, nə yapacağıq. Hələ ki bu şəkildə ilerləyik. Bu şerit madenciliği çox çətin bir şeydir. Yəni bu şəkildə demir set olmaq. Amma ola bilər məncə. Oyunda maden tapmaq həqiqətən çox çətindir. Hələ demir də çətinləşdiriblər. Əvvəl elmas tapmaq çətin idi. İndi demir də tapmaq çətindir. Hər şey çox çətinləşdiriblər. İnşallah heç olmasa dəmir kazma etmək üçün taparıq 3 dənə dəmir ən azından. Sonra zırh düzəldərik. O şəkildə ilerləyərik. Ay aman, ne oldu? Heç nə tapmaq olmaz ki. O da bəxtsiz gəldi oyunda isə. Çox az dəmir əldə edirik. Böyük bir madənə də rast gəlmirik ki, deyim ki, maden var, madenlə eləyə bilərik ən azından. Madendə biraz savaşaraq falan yaratıqlarla nəsə əldə edərik, amma yox, yəni ilk madenimizi tapdıq, baxır, amma çox istifadə etmirəm, ümumiyyətlə heç istifadə etmirəm. Yəni, nə bilim, neyse, inşallah taparıq bir şeylər. Bu şəkildə.
hiç yatırma olmadı dostlar. 26. katta hiç yatırma olmadı. Belə yesinə biraz daha aşağı düşmək istəyəcəm deyəndə artıq dəmir tapdıq, gördünüz. Deməli bu qatda daha çox olmuş 24. 24-cü qatdan yenə davam edəcəyik. İlk dəmirlərimizi tapdıq. Dəmirimiz oldu. 4 dənə dəmir çıxdı. Möhtəşəm bir saydır. Deməli bu şəkildə ilerləyirik. Mən çalışacağım video dışında, əgər bu bölümdə demir set ola bilməsəm dostlar, videodan yəni sonra da mən 1 saat, 2 saat, 3 saat baxacağım, madencilik edib 1-2 set dəmir toplamağa çalışacağım. Çünki dəmir lazım olur, örtü düzəltmək falan, dəmirci masa düzəltmək. Bunların hamısında lazım olur da, yəni demir lazımlı bir şeydir. Biraz ilerleyəsən. Hələ ki işə tapmamışıq. Yəni işə tapmamışıq. Yəni 4 dənə demirdən başqa. Şeyi 2 dənə balta deyirəm. Mən niyə bulan adlarını qarışdırıram bilmirəm. 2 dənə qazma bitirdik, qırdıq. 3-cü qazmadayıq. Görən nə qədər dəmir tapa biləcəyik. Qaz işləri. Heç nə çıxmıyor. Fikir verirsiniz dostlar. Böyle şey olmaz. Vallahi böyle şey olmaz. 20 nesine ben meşale var mı? 10 tane meşale kaldı. Benim 10 nesine meşale diyecektim. Çok ürpertici bir sahne. Hakikaten. Bilmiyorum, bu da ürpertici şeyler aklıma. Evet. Madene de rast gelmedim. Çiçeğin anlamına şöyle bir maden de yok. Tamam da bitirdik. Biraz aşağı düşüyor.
Geldi. Geldi. 15 adet demir. Bir dakika daha tez olsun diye. Birinci 4 tane bundan. Geldi daha. 4 6 tane oldu. Bunun bir tanesi böyle bir tane. Crafting gelirik. Geldik bura. Buradan. Bu kadar da. Bundan yok. Bundan. Neyse bu beləsin olsun. Şimdi demirleri 3 yere bölmək lazım. Bu şekilde. At bunları geçsin. Buna. Bu şekilde. Neyse zaten bir tane demir var imiş. Aa bakın bu şekilde. Bu 11 tane at. Özümə nə edəcəm? Buradan ilk olaraq qazma etməyi fikirləşirəm. Qazma edək, sonra biraz meşale edə bilərik. Meşalemiz qutardı çünki. Aydınladım madeni zaten ilerləməyi fikirləşirəm. 3 tane. Aha. Bu şekilde. Xeyirli uğurlu olsun. Dəmir qazmamızı da etdik. Buradan 2 tane. Burada nə qədər? Burada da 4 tane geldi. 7 tane. Baltamız var. Buradan bir tane qılınc edə bilərik. Qılıncı da bu şekilde əldə etsək. Çünki birazdan müharibəyə daxil olacaq. Tam o tür bir mənzərə ilə qarşılaşacağıq. 6 tane. Burada isə bir tane. Tamam, süper. Bizim nəyimiz əski idi. Ona baxmaq istəyirəm. Bizdə 7 dənə var da indi gördüyünüz kimi. Bir dənə göğüslük edə bilərik. Edə bilirikmi göğüslük? Edə bilmirik. Onda bir dənə pantolon edək. Elə demirimiz qutardı. Bu pantolonu geyinirik və gedirik. Yo getmirik. Bir dəqiqə. Burada bir dənə də demirimiz qalıb, heç nə olmaz. Atraf bundan biraz əldə eləyək. Bölgə biraz qarışıq yarandı. Gəldik, buradan biraz vaxt gedəcək. Amma etməliyik məcbur bir dəqiqə. Buradan 10 dənə alıram. Nə qədər pişsə pişsin 10 dənədən. Məncə yaxşı ilerlədik. Dəmir tapmağımız yaxşı oldu. Ən azından biraz olsa gücləndik. 3 dənə buradan. Bir dənə də buradan. Aha. Gələk buradan. Biraz.
ladin götürək. Buradan meşale edək. Meşale etmədən əvvəl bu ladinləri normal taxtaya çevirək. Sonra bu taxtaları hamısını etməyək, yox hamısını yox. Hələ ki 16 dənə bunlar. 16 dənə meşalemiz oldu. Oy 3 dənə buradan, 4 dənə buradan. Baya elədik, baya özdə. 28 dənə də belə. Məncə bu qədər bəs eləyir, özdə polnu bəs eləyir ha. 30 neçə dənə, 44 dənə. Buradan edə bildiyimiz qədər yenə edirik. Bir stek yaxın, yəni bir stekə yaxın. Oldu nə istəyirik. Bəli dostlar. Все. Aha, vurur. Bura müharibə alanı ki. Bir dəqiqə. Buranı bu şəkildə bağlasaq. Məncə kifayət eləyir. Burada dəmir görmüşdüm, ona görə biraz çırıqdım. Burada biraz da dəmir gördük, bunları da alaq. Qalmasın. Burada bu qədər. Bir şeylər atmalıyıq. Ona görə. Neyse dostlar, gördüğünüz gibi video bu kadar idi. Bu kadar dəmir toplayabildim yani. Bu kadar da məncə kifayət eləyir hələ ki. Çıxış yolumuz buradandır. Mən biraz da dəmir tapacağım video dışında. Video kayıt çox uzamasın diye videomu burada bölürəm. Görə nə qədər demir toplamışıq. İçində üstümüzdə ham demir var. Ham demir, bəli. Pişməmiş dəmir yəni. Bir dənə normal dəmir var. Oldu 3 dənə dəmir, bir dənə pantolon düzəltdik. 3 dənə də avadanlığımız var. Все, alətimiz yəni. Video bu kadar. Sağ olun dostlar. Gelen videoda görüşmek ümidiyle. Sağ olun.